Salam, sizinlə Vüqar Manafovdur. Bizdə bugün yaranmış sual Adobe Illustratorda göstərdiyimiz lentiçkalarla əlaqədardır ki, CorelDRAW-da əgər biz lent formalı nəsə bir obyekt yaratmaq istəyiriksə, onu necə yaradaq? Yenə qeyd edeyim, standart postdan gedir söhbət burada hal-hazırda ki, belə bir postu yaratmışıqsa, mouse'un sol düyməsi ilə 2 dəfə basdıqda ölçü razmerində bizdə düzbucaqlı və yaxud dördbucaqlı yaranır. Belə bir rectangle yaranır və biz burada da deməli belə edirik. Bir düzbucaqlı çəkirik və onu kopyalayırıq aşağı. Sol düyməni buraxmadan sağa basıb buraxanda kopyalayırıq. Ctrl-R düyməsi ilə replay edirik. Deməli yuxarını qeyd edirik göy, aşağını belə qırmızı, buranı belə yaşıl və obyektin özünü bütöv qeyd edirik. Sağ düymə ilə kontrol ləğv edirik. Ctrl-G düyməsini basaraq və yaxud buradan bu düyməni basaraq obyekti qrup edirik və onun üzərində basdıqda biz onu belə fırlada bilirik. Deməli, burada necə edilir? Sağ düymə basılır və burada olan Power Clip menüsü seçilir və arxadakı yaratdığımız düzbucaqlının içinə basılır. Ora basıldıqda bizim birinci qeyd etdiyimiz obyekt ikincinin içinə girir. Və biz buradan Edit düyməsindən istifadə edərək bunu bura gətiririk. Və üzərində bir dəfə də basdıqda kontrol düyməsini basıb saxlayaraq küncdən tutub bunu belə əyirik. Və bunu istənilən yerə qoyandan sonra bunu çəkirik bura. Buraxmadan sol düyməni bir dəfə sağa basıb buraxırıq. Belə bir forma yaradırıq. Və finish'i basdıqda o bizdə maska kimi Power Clip'in içində qalır. Bax, gördüyümüz kimi belə. Bu ən primitiv yollardan biridir. Hansında ki, Illustratorda biz göstərmişdik. Və həmin o bir dələni də bura gətiririk və bunu buradan belə əyirik, qoyuruq, tutaq ki, onu bu istiqamətdə. Bax, belə, birini də belə qoyuruq, gördüyümüz kimi. Və bunun ikisini də qeyd etdikdən sonra bizdə burada soldan gördüyümüz menyunun içində Shadow menüsü seçilir və onun üzərində basıb buraxanda belə kölgə əldə edirik ki, buradan 15'i misal üçün 5 edirik. Və buradakı olan 50'ni tutaq ki 100 edirik ki, burada bu kölgə belə formada yaransın. Əlbəttə biz bu 5'i 10 etdikdə bizim gördüyümüz o yayım bax belə genişlənir. Əgər bizi qane edirsə saxlayırıq, qane etmirsə saxlamırıq. Və buradan biz sonra bunun üzərində bunu dəyişərək buradakı kölgəni əldə etmiş oluruq ki, biz buradan finish düyməsini basdıqda, çıxdıqda belə bir fon əmələ gəlir. Və fonun özünə istənilən rəng verdikdə, onun içindəki obyekt rəngini dəyişmir və belə lentiçkalardan istifadə edə bilirik. Deməli, bunun məsələsi bəlli oldu. İndi bunu qaytarıram yerinə və üzərində bir dəfə basıb yenidən qaytarıram əvvəlki vəziyyətə və burada dərəcə yazılmış yerdən 360 yazdıqda o yerinə oturur və burada kölgənin üstündə basdıqda kölgə menüsü çıxanda buradan gördüyümüz yerdən Clear Shadow etdikdə kölgə menüsünü biz ləğv edirik. Deməli, obyekt belə qeyd olmuş halda olduqda və bayraq formasındadırsa, bunun birini kopyalayıb atıram yuxarı ki, hələlik bizə lazım olar. Və bizdə burada belə komanda var. Envelope. Biz envelope-la istədiyimiz bu obyekti qeyd edib müəyyən yerlərə belə əyə bilirik. Gördüyümüz kimi deformasiyaları belə eləyə bilirik ki, biz müəyyən formanı alaq. Amma bizdə deməli Dockers'ın içində baxaq, effektin içində envelope var. Envelope bizdə burada açıq vəziyyətdə olduğundan baxaq, hardadır o envelope var. Və biz qeyd etdiyimiz bu obyekti burada istənilən envelope menüsü yəni basıldıqda o həmin formanı alır. Gördüyümüz kimi müxtəlif cür belə biz bunu dəyişə bilirik. Gördünüz bunu. Deməli, burada bir məsələ var. O məsələ də misal üçün tutaq ki, hər hansı bir dalğa mı deyim, forma mı deyim. Düzdür, burada elə qəliz formalar var ki, misal üçün biz yeni götürək və bunu biz belə bir formaya salaq ki, güya bu gəlir buradan belə və bu buradan birləşib. Forma elə ola bilər ki, biz misal üçün obyekti qeyd edib buradan gördüyümüz bu deyək create envelope from bunu götürəndə o həmin formaya salır, amma elə qəliz forma ola bilər ki, o bizə gələcəkdə onun da müəyyən dəyişikliyi düzəldib, müəyyən qəlizlik yaradan da belə formalarda ola bilər ki, həmin o əməliyyatı icra edəndə problem yaşayasınız. Bu təbii bir haldır, yəni əslində. İstənilən formaya çevirmək üçün biz onu bu formada istifadə etdik, gördüyümüz kimi. İndi buradan deməli
Keçək bura. Aha. Bunu buradan silək. Biz başa düşdük ki, biz hər hansı bir detalımızı, misal üçün tutaq ki, bizdə olsun belə bir element, hansı ki, bana bir dənə silim. Biz Y-dən istifadə eləyək. Butulka formasında çəkək. Bunu deməli zərkalini fırladaq kontrol düyməsi ilə və sağa bastıq, buraxdıq. Sonra bunu buradan qeyd etdik və bunu bütöv formaya saldıq. Deməli buranı qeyd etdik və ən rahat yolu sağ düyməni basırıq buradan join. Bunu buradan sildik. Bunu buradan sağ düyməni bastıq join. Bunu buradan sildik. Bunu buradan sildik. Bunu düzəltdik və burada bu bayraq formasını buradan gəldi, götürdük, bunu bastıq və gördüyümüz kimi bizim istənilən formanı, hansı ki forma bizdə çəkilib və biz onu həm bu elementi belə eləyə bilirik və ungroup eləyəndə bunlar ayrılsa da, yəni bu belə formada qalır. İstənilən detalı biz düzəldib, sonra onu müəyyən formaya sala bilirik ki, bu hər hansı bir lent forması ola bilər və yaxud hər hansı bir quruluş ola bilər ki, internetdən gətirək və onu sonra bu vəziyyətə biz salaq. Bu bəlli məsələ oldu. Sonra bizdə belə bir üsul da var. Misal üçün bunu çəkdim, qoydum belə bir gördüyümüz kimi xəttdir və xətt belə çəkildikdən sonra bizdə burada extrude komandası var. Hansı ki biz bunu belə dartandan sonra onu belə aşağı eləyirəm. Gördüyümüz kimi belə bir lentiçka əmələ gəldi. Bunu da biz darta bilirik belə nə qədər istəyiriksə. Burada deməli bunu uzada bilirik, qısalda bilirik. Yəni bizə belə bir lent lazımdır. Tutaq ki mən bunu hələ ki buradan gördüyümüz kimi bura gəldikdən sonra sağ düyməni basanda belə yox, sağı belə basanda görürsünüz burada break asılır, Ctrl K. Bunu buradan basdıqda bu bizdə burada ayrılır. Bunun üst xəttini götürürük. Burada bu ancaq bundan ibarət olmalıdır. Bəli. Sağ düyməni basırıq üstündə ungroup eləyirik ki, bizdə bu elementlər bu formada aralansın. Burada bu xəttin içi görülmür, çünki lent elə əyilib ki, burada bizə bu heç ehtiyac olmaya bilər. Və yaxud saxlaya bilərik. İndi yanaşma fərqlidir. Tutaq ki, bizə bu lazım deyil. Obyekti deməli bütöv araladıqdan sonra burada bir məsələ var. Ki, biz bunu belə qeyd eləyəndə görürük ki, burada belə elementlər çoxdur. Burada misalca mən 1 yazıram və qeyd olunmuş obyektin üstündəki xəttləri azaldıram. Bunu da buradan götürürəm, buradan 1 yazıram. Bizdə poligonal rejimdə elə bir ki, nöqtələrin ki, sayı var. Biz o kürvlərin sayını azaldırıq ki, bu bizdə çox problem yaratmasın. Bunun hamısını qeyd etdikdən sonra belə bir boz veririk. Misal bunu götürüb buradan 1 ton tünd verəndə belə bir lentiçka alırıq gördüyümüz kimi. Burada deməli lentin üzərində müəyyən əməliyyat aparmaq istəyiriksə, buradan biz gəlirik. Bu lentin döngəsi ilə bunu təəssüf ki, biz ya power clip eləyib içinə sala bilirik və yaxud buradan özümüz çəkə bilirik. Bunu bura gətirdim, qoydum və buradan 3-cü komanda intersectdən istifadə etdim. Bunu da bu eyni ilə, bunun özü ilə gətirdim, qoydum aşağı. Buradan belə basıb intersectdən istifadə etdik və bunu götürdüm. Buradan əlbəttə ki, biz bunu belə etdik də, buradan belə etdik də, buradan belə etdik də. Burada biz bunun keçidini alırıq. Yəni, bu da yollardan biridir sadəcə olaraq. Və burada qırmızı lentiçka məsələsidirsə bunu belə edirik və buradakı qırmızı lentin nastroykasına giririk və onu buradan biraz tündləşdiririk. Əslində biraz da tünd eləyək. O belə. Lent belə düzəldəndən sonra biz qərar veririk. Yəni bunu hardasa istifadə edirik və necə istifadə edəcəyik. Çünki burada hər hansı bir element düzələndə bunu birləşdirmək olur bu formada və yaxud bu formada və s. Yəni lentdən müxtəlif tür əməliyyatlar həyata keçirtmək olur. Biz deməli liniyadan istifadə edib, extrude komandasından istifadə edib müəyyən lentin yerlərini düzəldə bilirik. Və eyni də öncə də qeyd etdiyim kimi buradan da Corel'un özündə də obyekti envelope-dan istifadə edib müəyyən əymələri biz istifadə edə bilirik və hətta öncə də qeyd etdiyim kimi buradan da gəlirik belə və buna da müəyyən qalınlıq veririk. Biraz qalın eləyək, tutaq ki belə. Burada da hər hansı bir əməliyyatı belə etdikdə, misal üçün Ctrl R ilə. Deməli bizdə burada hər hansı bir obyekt yoxdur. Bu dəqiqə çıxdım, görürsünüz içindəyik. Buradan bunu qeyd edirəm sağ düymə ilə belə, bunu buradan qeyd edirəm belə, bunu buradan qeyd edirəm misal üçün belə və buradan çıxdıqda onun içində belə göstərir. Çünki biz bu dəqiqə obyektin içindəyik, power clip
etdiyimiz. Sonra yaxınlaşırıq buradan shadow götürürük və shadow biraz çəkirik. Burada kölgəni işləmək çox rahatdır belə. Və imkan daxilində bu 50-ni eləyirik 30 misal üçün. Bunu buradan eləyirik 5, 3 yox 30. Ki kölgəsi bunun belə düşsün və buradan kölgə müdaxilə eləyə bilirik ki, kölgə misal üçün tam belə yox. İndi bunu biraz salım aşağı. Biraz düşsün bu formada. Və biz buradan çıxanda belə bir element alırıq. Gördüyümüz kimi. Biz amma bu gördüyümüz bu xətt ki var, karkasda baxanda xətt kimi görürük. Bunu Ctrl-Shift-Q ilə biz sındırmaq istəsək ki, burada bu obyekt sınsın. Biz onun üzərində olan kölgələri buradan ayırmalıyıq ki, bu kölgələr qarışmasın bizdə. Çünki effekt istifadə olunub deyə biz müəyyən liniyanı qeyd edib Ctrl-Shift-Q-unu basanda onu obyektə çevirə bilmirik. Yəni, bu indi qeyd etdiyim kimi bunlar уже sındılar və karkasdan çıxıram. Yəni, burada bundan gedir söhbət ki, biz buradan qradiyenti götürüb buna müəyyən belə bir rəng verə bilirik ki, sonra buradan yaşıldan götürüb özündən iki tərəfə də eyni verib buradan hər hansı birini belə tündləşdirə bilirik. Hətta tündün birini yuxarı verib buradan misalsın açıq tondan istifadə edə bilirik ki, belə bir şey düzəldək. Ki, bu burada bax belə olsun. Gördüyümüz kimi eyni effekti də qırmızıda istifadə edirik, eyni effekti də göydə istifadə edirik. Yəni, burada bu rəngin keçirilməsində problem yaranırsa, biz bunu sadəcə olaraq buradan götürüb atırıq bu qırmızının üstünə, onu yaşıl eləyirik. Əgər istəmiriksə, əziyyət çəkək. Buradakı olan rənglərdən istifadə edib qırmızını tamamlayırıq. Çünki biz qərar verdik ki, buradan elə bu qırmızını götürüm. Qərar verdik ki, əgər biz istəyiriksə eyni düşsün və mən orada çox əziyyət çəkmək istəmirəm. O halda biz buranın bütün rənginə müdaxilə eləyib, lazım olan yerdən rəng götürüb və bunun da hətta qırmızısına yaxınlaşıb və açıq tonunu buradan verə bilirik. Yəni, belə. Görürsünüz, həmin açıq tondan gedir söhbət. Bu rənglərə belə müdaxilə edə bilirik və burada belə bir effekt alırıq. Eyni şey də göyə aiddir. Ola bilsin ki, biz qərar verdik ki, yox, özüm rəngi ala biləcəm. Onda öz əziyyət çəkməyə dəymir. Sadəcə olaraq gəlirik bunun həmin o yerinə və həmin o yerdən rəngə müdaxilə edib biraz onu belə sıxırıq. Buradan da əlavələr edib sıxırıq ki, bu göyə müdaxilə edə bilək və bunu da belə eləyib. Buradan çıxanda belə bir effekt alırıq. Görürsünüz, burada fərqləndi. Ona görə də mən çalışıram həmişə bir effekti kopyalayıb qoyub, sonra onu istifadə edeyim ki, burada sonra əziyyət çəkməyim. Bu keçidlərə görə ki, biraz keçid enləndə, biraz belə eləyəndə, indi kifayət edir, oxşayır hardasa biraz. Bunu hətta biraz əyə bilirəm, əyə bilirəm ki, oxşasın. Tutaq ki, oxşatdım, sonra isə istənilən boş yerdə kontrol düyməsi basılı vəziyyətdə basırıq və sol düyməni basanda o çıxır buradan. Gördüyümüz kimi belə bir effekt yaratdıq. Bu da, misal üçün, lentiçka formalı bir şeydir ki, biz bunu istifadə edib düzəldə bilirik. Amma burada nəzərə almaq lazımdır ki, bu kölgələrdir, bunları da silib. Hər hansı bir effekti biz belə alsaq, bizə lazım olsa ki, biz bunda 3 tərəfli kontur verək. Buradan biz bunu belə eləyirik, gördüyümüz kimi. Və sağ düyməni basırıq, buradan onu, deməli, bir dənə bunun üstündə basaq, sağ düyməni bunu break edək. Və buradan gəlirik, tutaq ki, bunun bu istiqamətdən qeyd eləyirik və buradan bunu sındırırıq. Gördüyümüz kimi. Buradan da bunu qeyd edirik, buradan basırıq, bunu sındırırıq. Yəni, burada lazım olmayan nöqtələri biz biri-birindən ayıra bilirik. Bizdə burada əslində komandalar çoxdur. Close cover'dır, misal üçün select obyekti qeyd eləmək üçün müəyyən nöqtələrini. Bunun deməli, biz buradan belə qoyduğumuz halda belə bu düyməni basırıq ki, bunları ayıraq. Belə gördüyümüz kimi bunlar ayrılır. Ondan sonra bu üçünü buradan qeyd eləyib və buradan qalınlıq verməklə biz belə bir liniyanı yaradıb, buradan yenə də sağ düymə ilə buranı rəngini, buradan da qaranı tutaq ki, belə rəngdən və buradan da belə yaşıl rəngdən istifadə edib çıxanda belə liniyalar ala bilirik. Hansı ki, bizə lazım olsa bunu buradan götürüb düşürük aşağıya. Bunu biraz belə böyüdürük, qoyuruq, tutaq ki, bu istiqamətdə və yaxud hər hansı bir formanı kopyalayıb fırladırıq və yaxud zirkalini fırladırıq və buradan sadəcə olaraq onun əyməsinə təsir edirik. Belə qoyuram, misal üçün, bura. Və burada onun qalınlığına müdaxilə edirəm ki, belə bir effekt alım və yaxud oxşasın deyə 22 və yaxud
20, hə, oxşadı. Burada bax, belə lentiçkalardan istifadə edib. Amma burada qərar vermək lazımdır ki, bunun misalsının kölgəsi varmı? Onda biz bundan istifadə edirik belə kölgədən. Burada bu əlavə elədiyim ki var, hansı ki, bax, burada aşağıda gördüyünüz. Burada da kölgədən istifadə edib, biraz misalsın bunu yuxarıya meyil göstərirəm ki, burada bu düşsün, bax, belə. Əlbəttə, kölgəsinin deməli, yayımına müdaxilə eləyib, buradan belə əymələr eləmək olur və bunun özünü dartdıqda siz onun kölgəsini hiss eləyəsiniz. Burada tutaq ki, 3-dəki lab görəsiniz. Gördünüz? Bunu indi gətirdim, qoydum bura və yaxud bunu buradan gətirdim aşağı istiqamətə. Dən belə qoyaq və bunu biraz çəkək. Bax, belə ki, aşağı düşsün. Bunun özünü gətirib qoyuram bunun üstünə. Bax, belə bir effekt yaratmaq üçün ki, burada lentiçkalardan istifadə olunandır. Yəni, belə bir forma yaratdıq və onların bir-birinin üstünə düşən kölgəsini biz burada görürük. Belə effektlər də yaratmaq olur, yəni lentiçkaların köməyi ilə. Amma müəyyən formalar var ki, hansı ki biz misal üçün buradan bunu belə fikirləşmişik və bu gəlir bu istiqamətə və buradan gəlir belə, sonra buradan keçir belə, bu birləşir misal üçün bax bu istiqamətdə. Biz hər hansı bir formanı işləmək üçün burada istiqamətləndiricilərdən istifadə edib müəyyən əymələr, müəyyən formalar yəni düzəldə bilirik. Çünki bu bizim əlimizdədir də lent formasında. Sadəcə olaraq o bayrağı bunun üzərinə çəkmək lazım olur. Çünki elə lentlər var ki, biz onu burada yaradanda belə primitiv forma alır və biz bunu hissələrə bölürük və onun sonra içini doldururuq. Bunu unutmayaq ki, biz də belə formanı biz Extrude'un köməyi ilə əldə elədik və burada da eyni ilə digər proqramda düzəltdiyimiz kimi Extrude komandamızı istifadə edirik. Görürsünüz, lentiçka kimi və yaxud bunu aşağı salırıq. Bax, bu formada. Hansı istiqamətə istəyiriksə, onu düzəldib hazırlayandan sonra sağ knopka ilə bunu ayıranda bu liniya bizi maraqlandırmır. Bizi maraqlandıran bax, bu xətt boyudur ki, bunun 3 xəttini biz içəridən özümüz kəsib düzəldirik. Sonra burasını, təəssüf ki, burada əminlə sırf bu biraz problemlidir. Amma yenə də tənbəllikdən asılıdır da. Adam var ki, misal üçün işləməyə həvəsi yoxdur. Bunun bu içər istiqamətini qeyd edirik. Buradan onu biraz tündləşdiririk. Gördüyümüz kimi burası tünd, burası açıq. Burada lent effekti yaradır. Əgər biz istəyiriksə ki, buradan belə bir keçid geçsin, tutaq ki, o belə oval dönsün və yaxud belə olsun, tutaq ki, bir dənə buradan artıq bir şey yaradırıq üstünə. Shift-i basıb arxanı qeyd edib, intersect-dən istifadə edirik, bir də bunun kopyasını çıxardırıq. Buradakı tündü gətirib atırıq bura. Ctrl ləğv edirik. Yəni, bu buradan əgər istəyiriksə belə bir keçid olsun. Keçidin yumuşalması üçün burada şəffaflıqdan istifadə edə bilirik. Belə bir şey eləmək üçün, yəni gördüyümüz kimi. Və bunun hamısını qeyd edəndən sonra sağ düyməni basırıq və bunu buradan ləğv edirik kontrolunu. Sonra bunu lent kimi biz haradasa digər bir yerdə istifadə edə bilirik. Yəni bu formada biz bunu istifadə edirik. Əgər biz bunu istəyiriksə istifadə edək, buradakı bunu çıxaq və bizim bağlama tutaq ki, burada bitməlidir. Biz bunu belə bıçaq kimi bir şey düzəldib bunu silirik və buradan bunu sadəcə olaraq kopyalayıb qoyanda lentiçkamızın bu formasını belə ala bilirik və bunu buradan gətirib belə də qoymaq olur. Və müxtəlif belə formalar düzəltmək olur. Yəni, lentiçkalardan ibarət. Burada kölgələr və s. özümüz eləməliyik. Buradan keçidlər və s. Hətta bunun özünü qeyd edib gəlirik bura. Buradan qradiyentdən istifadə edirik və buradakı rəngi verəndən sonra yuxarını qeyd edib giririk bu nastroykasına və burasını tünd etdikdə belə bir keçid alırıq ki, kopyalaya bilirik shift-i basıb saxlayıb mouse'un sağ düyməsi ilə. Eynisi də aiddir. Bunun yuxarı istiqamətdən belə eləyirik. Buradan götürürük pipetka ilə bu rəngi, amma bunun bu istiqamətdən sonra girəndə buranı götürüb belə eləyirik. Yəni, burada belə də ola bilər ki, güya işıq bu tərəfdən düşür və yaxud kopyalayıb qoya bilirik ki, bu belə olsun. Sonra bunu hətta bunun özünü bununla bunu ikisini birləşdirə bilirik, keçid tam olur. Güya bu lent buradan fırlanır, gəlir bura. Hətta sonra mənim imkanım var, bunu buradan qeyd eləyək, bir dənə bunun segmental effektinə təsir eləyək. Ki, burada belə əymələr və yaxud belə şeylər. Buradan lenti əymək necə istəyirsiniz düzəltmək sizdən asılıdır. Biraz zaman aparan şeydir. Buradan təzədən gəl
Bunu bas belə, buradan düzəlt belə, bunu əy belə və yaxud yuxarısını əy başqa cür. Yəni biraz işləmək lazımdır. İndi sizdə özünüzdən asılıdır əslində. Yuxarısını eləyəndə belə gedir. Görürsünüz, qırılır. İstəyirsə qırılmasın. Buradan misal üçün nöqtələri qoyuruq, nöqtələri qoyuruq, nöqtələri qoyuruq. Bunu unutmayaq, bu çox lazımdır. Sonra buranın siləndə bura yumuşalır. Burada bunları sildikcə görəcəksiniz nə alınır yumuşalmada. Lentiçka effekti istəyirsə alınsın. Bax belə, bu gəlir buradan dönür belə, amma bunu biz arxaya da atanda belə bir effekt alırıq ki, güya bu lent bantiklərdə də eyni effekti biz istifadə edə bilirik və sadəcə olaraq burada nüans bayraq düzəldəndə eyni ilə bunun öz obrazını bunun içi ilə aparmalıyıq, çəkməliyik və o bizdə düzdür vaxt aparan şeydir əslində. Amma mən bir də görürsünüz, xaltura eləyirəm, belə bir şey düzəldirəm, buradan bunu götürürəm, kəsirəm bunun köməyi ilə, bunu buradan silirəm. Təəssüf ki, buradan bunu belə gətirib qoyanda bəzi hallarda o aralar ki, yaranır, məni qane eləmir, amma bəzi işlərdə görürsünüz ki, köməyi dəyir. Bunu buradan götürdüm və sağ düyməni bastım, power clip elədim. Hamısını gəlmədi. Baxaq buna. Aha. Bir də bunu hamısını qeyd eləyək və bu yaşılı da buradan fərqləndirək ki, eyni şey olmasın. Bunu buradan götürdüm, Ctrl-G ilə belə. Bunu buradan sağ düymə ilə power clip elədim, attım bunun içinə. Yəni o bunun içinə düşür. Sadəcə olaraq burada bizə qalır bu elementlərlə biraz oynamaq yuxarı aşağı. Çünki eyni şey deyil. Aşağını kopyalayıb dartıram yuxarı. Biraz envelope-la zadla nümunə kimi düzəldib istifadə edə bilirik. Burada da eyni ilə misal üçün bunun bu istiqamətdə istifadə olunub və mən buradan gəlirəm belə bir şey götürürəm. Nümunə kimi göstərirəm. Shift-i basıb buranı qeyd edirəm. Intersect-dən istifadə edib buranı ayırıram və bunun öz göyünün içinə girəndə buradan, mən indi onu bu dəqiqə oradan ayırdım Intersect-dən. Bunun göyünü götürdüm, belə elədim. Bunun qırmızısını götürdüm. Kontrolla qrup olunmuş obyekti də biz qrupda olmağına baxmayaraq ayıra bilir. Yaşılı da götürdüm. Deməli, bastım və buradan bunu belə aşağı tünd elədim. Gördüyümüz kimi belə bu ayrı bir element oldu və buradan şəffaflıq komandasını götürüb belə etdikdən sonra ki, keçiddə o yox olsun, çıxanda belə bir effekt alırıq. Gördüyümüz kimi. Yəni burada işləmək lazımdır sadəcə olaraq və lent effektlərini müəyyən döngələrlə, effektlərlə burada da ala bilirik. Əslində bu power clip elementidir. Amma başlanğıc etapı biz burada liniya ilə çəkdik, sonra isə onu belə istifadə elədik. Deməli, burada biz əslində, misal üçün, bunu gətirdim, qoydum bura, bir dənə ramka kimi, bir də konturu götürdüm və konturu bura gətirib qoyduqdan sonra burada onu, misal üçün, 3 hissəli eləmək istəyirəmsə, 3 hissəli eləyirəm. Sağ düyməni basıram, üstündə break eləyirəm və buradan basıb ungroup eləyirəm. Bunun hamısını qeyd eləyirəm, F12 düyməsi basıram. Buradan millimetr qoyuram ki, ölçüsü vahidini bilim. 5 milli qoyanda belə bir şey alınır. Gördüyümüz kimi, əlbəttə, biz buradan misal üçün, müdaxilə eləyib bunu burada gətirib birləşdirə bilirik. Belə də müdaxilə eləyib gətirə bilirik. F12 düyməsini basanda, burada bunun hamısını qeyd eləməyə lazımdır ki, F12 düyməsini basanda bizdə hesabat küncdən getsin, içdən küncdən getsin, buradan getsin ölçü və biz bunu shift düyməsi ilə də belə eləyəndə biz buradan bunu çox rahat şəkildə gətirib belə bura birləşdirə bilirik ki, buradan misal üçün biz müəyyən rəngimizi veririk, daha doğrusu sağ düymə ilə konturumuzu veririk, buradan konturumuzu veririk və buradan konturumuzu veririk, sağ düymə ilə. Belə bir şeyin yaranması üçün çox asan üsuldan istifadə edib düzəldə bilirik və bunun burada xətt olduğuna Ctrl-Shift-Q-nu basanda obyekt sınır və Ctrl-G düyməsi ilə biz bunu misal üçün götürürük və buradan yaxınlaşıram bura, buradan bunu götürürəm, belə əyirəm, bura qoyuram, bunu da bura qoyuram. Və bu ikisini götürüb, birləşdirib, sonra arxanı qeyd edib burada gördüyümüz bu back minusdan istifadə edib bunu silə bilirəm. Və bizdə ramkanın burası yoxdur, amma biz bunu ramka kimi istifadə edə bilirik, lenti əvəz eləmiş formada. Bunun içindən də lent apara bilərik, göstərdiyim kimi. Prosta unutmayaq ki, biz bu lent məsələsini həddindən artıq belə əymələrlə eləyəndə əlbəttə bu ola bilər ki, sonra səhvlərə gəlib çıxartsın. Çünki imkan daxilində çox belə qəliz elementləri burada istifadə etmək lazım deyil. Bunun özünü gətirdim, saldım aşağı. Bir dənə bunu götürək, salaq aşağı. Bugün Allah qoysa. Elə bir element eləmək lazımdır ki,
o əməliyyatı bu icra edə bilsin. Bunu belə əyəndən sonra aşağı belə sağ düyməni bastım. Üstündə basaq sağ düyməni break elədim ki, buradakı olan o xətti ayırım, o mənə lazım deyil. Amma buna qalanda, bu uca bizdə belədir və biz bunu ungroup etdikdə müəyyən yerlər ki var, hansı ki bu gəlir buradan gedir, bax belə. Bax, belə əymələr çox olanda biz buradan rahat girib bunu qeyd edib, bunu misal üçün müəyyən tündlüyə salanda o effekt burada çox maraqlı görünür. Burada indi bizdə onu tündü bura sala bilərik, Güya o işıq düşməyə yerlərdə, amma əslində onun arxasında düşən yer olanda daha yaxşıdır. Lent kimi. Bunun bu hissəsindəki o bayrağı çəkib bunun içinə salmaq lazımdır ki, burada belə effekt alaq ki, yəni biz bunu müəyyən poster kimi istifadə edə bilərik. Bunun üzərində 2 dəfə basdıqda bizdə bu gəlir yerinə düşür və buradan bunu götürək. Baxaq ki, qeyd etmişik mi? Buradan bunu da götürək. Baxaq. Bu obyekti bütöv belə götürək. Bu bizdə belə Ctrl-G düyməsini bastım və Ctrl ləğv elədim. Buradan Ctrl ləğv eləyək. Deməli, bunu sağ düyməni basırıq, power clip eləyib atırıq bunun içinə, içəridə olur deyə. Görürsünüz, buradan belə, bunu da böyüdürük, belə gətirib qoyuruq. Və buradan bunu biraz böyüdüb, biraz da bunu belə fırlada bilərik. Burada elementlərin üstündə işləmək lazımdır. Biraz kölgə effekti, biraz əlavələrlə eləyib. Yəni, lenti çox rahat formada yarada bilirik. Sadəcə olaraq bayraq olduğu halda bunun içinə onu uyğun çəkmək lazımdır. 3 dənə liniyanı ki, bayraq effektini alaq. Yəni, belə daha rahatdır ki, biz bunu burada icra edə bilək. Lentlə əlaqədar, yəni belə müxtəlif formalar düzəltmək və yaxud belə formalar düzəltmək yəni mümkündür və öncə də göstərdiyim bəzi effektlər var ki, biz orada bu hər hansı bir nüans olacaqsa ki, bu keçid buradan gəlir, tutaq ki, belə, necə ki, illüstratorda göstərmişdim. Burada da eyni ilə bunun davamını, misal üçün, ardıcıllığını buradan belə rahat çəkərək, tutaq ki, fikirləşmişəm, bura gəlsin və buradan indi bunu belə çəkirəm. Çünki mən çox rahat formada bununla siləcəm. Yəni, burada bu və o var. Görürsünüz, Əlbəttə, buradan bunu basıb gətirib, bunun bu başına qoyub, buradan fırlatmaq olur. Amma görürsünüz, forma eyni deyil deyə. Yəni, mənə ancaq lazımdır ki, özüm istədiyim cür bunu çəkə bilim. Birini də gətirirəm bura və onu da buna uyğun biraz da incə buradan belə və onu da gətirib çıxardıram bunun bu başına ki, burada bitsin. Aşağısı evi yox, bunu gətirdim belə. Gətirdim, qoydum bura. Burada da eyni ilə çəkdiyimi, yəni buradan çəkdiyimi bununla qeyd edib silsəm, o da həmin yerə qədər silir. Sadəcə olaraq bunun burasına müdaxilə edirəm ki, biraz da qladq olsun. Tutaq ki, belə istəyirəm olsun. Burada mən bunu götürürəm, misal üçün, göy rəng eləyirəm, bunu götürürəm, misal üçün, qırmızı rəng eləyirəm. Bunu arxaya atıram. Bunu buradan götürürəm, deməli, bunu arxaya ataq. Baxaq bizdə nədir? Bu da bunu kəsəcək. Bunu kəsəcək. Bu olacaq bizdə qırmızı, bu olacaq bizdə yaşıl. Bir-biri ilə kəsdim. Yəni, gördüyümüz kimi, müxtəlif sür formaları ki, biz çəkmək istəyəcək, bundan belə istifadə edə bilirik. Mən öncə də demişdim, biz obyekti sildik, bir dənə yaxınlaşım. Hər hansı bir obyekti buradan belə düzəldib, belə, bunu buradan yenə də dəyişək, buradan yenə də bunu belə, yenə də bunu buradan belə. Və bunu qeyd edək, Ctrl-G düyməsi basaq, sağ düymə ilə Ctrl ləğv edək. Unutmayaq ki, müəyyən elementlər var, hansı ki, tutaq ki, bizdə bu, tutaq ki, belədir, buradadır və biz buradan hər hansı bir əlavəni bunun yanına qoyduqda, biz buradan envelope-un köməyi ilə buradan tutub müəyyən deformasiyalar eləyə bilirik. Buradan gücü çatdığı qədər ki, bunu əyə bilsin. Müəyyən deformasiyalar eləyə bilirik. Burada da göstərdiyim kimi müəyyən formalar var ki, hansı ki, bizə kömək edir o formanı almağa. Görürsünüz, paxlava formasında belə və s. Bu bizim özümüzdən asılıdır ki, biz burada nə düzəltmək istəyirik və həmin formanı müxtəlif detalların köməyi ilə biz alırıq. Bunu gətirdim bura, misal üçün, bunu buradan bastım, biraz qaldırdım belə. Tutaq ki, bunu buradan götürdüm belə və burada basdıqda biz burada müəyyən əymələri eləyə bilirik. Müəyyən deformasiyalar eləyə bilirik ki, bunlar bir-birindən fərqlənirlər. Görürsünüz.
bir elementdir. Sadəcə olaraq müəyyən formalara salmaq üçün biz onu istifadə edə bilirik. Buradan biz onu bütöv eləyəndə bütöv bir dənəsinə dönəcək deyə bizə o sərf eləmək. Ona görə biz bir obyekti çəkirik, sonra rəngi içinə salırıq və bəzi hallarda o bizə çox kömək eləyir. Əsas da envelope-dan istifadə edə bilərsiniz ki, envelope bizə imkan yaradır ki, biz misal üçün bunun müəyyən yerlərinə deformasiya eləyək, dəyişək bu formada və yaxud buradan nəsə bir əyək düzəldək. Yəni deformasiyalar bizə buna özəllik verir ki, biz bunu istənilən formaya sala bilirik. Özündə də var cürbəcürü və özümüz də müxtəlif cürü yarada bilirik. Burada bunu yaratdıq. Bu əsasla da burada keçən dəfə qeyd etdiyim maska yox. Bunu buradan buradan bunu istifadə edə bilirik. Bu belə formanı sala bilir. Biz deməli həmin qeyd etdiyim menyudan istifadə edib düzəldə bilirik və o bizdə effektdə bu menyudur. Burada müəyyən formanı almaq olur. Əsas mövzu lent idi. Lent kimi istifadə etmək kantlar idi ki, bayraq formasında onu da sizə təqdim elədim Corel'dan. Yəni bu qədərdir. Bunu indi buradan basaq. P düyməsi ilə, bunu da P düyməsi ilə və gətirdik, çıxartdıq. Bura ki, belə bir hər hansı bir lendiçkanın, formanın və yaxud belə bir detalın yaranması üçün biz bu üsuldan istifadə edirik. Nəsə əlavə sual yazılsa, buyurun. Əgər bəyəndinizsə, dəstəkləyin, like eləyin. Biz də sizin üçün videolar düzəldək və paylaşaq.